Bəli, mənim hər şeyim vardı və heç nəyə ehtiyac duymurdum. Mənim işığım vardı və qaranlığa ehtiyacım yox idi. Ağır yükdən azad olmuşdum. Yükə ehtiyacım yox idi. Artıq xalq saç sözünü eşidəndə içimə dərin sevinç dolurdu. Amma ən çox qorxurdum. İcazənizlə yenə misal çəkim. Küçədə yaşayan dilənçiyə bir sandıq qızıl versən, çaşqın halda o sandığın sevincini yaşamaqla yanaşı necə qoruyacağını fikirləşəcək. Onu itirmək qorxusu vücudunu bürüyəcək. Bir dəqiqəlik qəflət edib itirməkdən qorxacaq. Mən isə dilənçidən daha pis bir vəziyyətdə ikən, bir sandıq yox, dünyalar qədər sərmayə qazanmışdım. Mənə hər şey verilmişdi. Qorxum da bu idi. Hər şeyi itirmək dəhşət idi. Heç nə olmaq idi. Kin, qəzəb və nifrətə bürünmək idi. Yeganə sığınacağım yer elə xalq-sac idi. Hər tərəfdən atılan iti oxlara qarşı yeganə qalxanım xalq-sac idi. Xalq-sacım, yəni ehtiyacım olan hər şeyim vardı. Amma yenə də qorxduqca daha çox bağlanır və sanki nəvaziş hiss edirdim. Bunları fikirləşməklə məşğul olduğum zaman yenicə doğan günəşin ilk şüası gözümə düşdü. İçim sevinclə doldu. Sağ əlimi günəşin qabağına tutub təbəssümlə ona baxmağa çalışdım. Biraz baxandan sonra gözlərim qaraldı. Üzümü yana çevirəndə yenə qara zirehli Claudius'un xəyalını gördüm. Aram-aram zirehini bərkidir, yola hazırlaşırdı. Mən də qalxıb eyni sakitliklə hazırlaşdım. 20 dəqiqə çəmənlikdə, günəşin ilk şüaları altında gəzə-gəzə yoluma davam elədim. Hava soyuq idi, amma içimdəki xoş od məni isidirdi. Tez-tez qarğalar o tərəf bu tərəfə uçurdu. 5-5, 3-3, 1-1. Sanki hələ tam alışmamış, günəşi körükləmək üçün əsən külək lap başqa həzz verirdi. Nəhayət, uzaqdan qadının daxmasını gördüm. Və daxmadan bir qədər aralıda başlayıb, göz işlədikcə uzanan nəhəng setra meşələrini. Orada nə ilə rastlaşacağımdan xəbərsiz idim. Niyə bura gəlmişdim, məlum deyildi. Amma gəlməli olduğumu bilirdim. Qadının gülümsəyən cəsədi ilə qarşılaşmağa, xacma zülmətindən göndərilmiş Krosun cinayətini, yıxılıb qalmış gümrahları görməyə üzüm yox idi. Hər halda ora gedəcək, nalə çəkib üzr istəyəcəkdim. Ümid və inancımın yanında əksik olan da deyəsən elə bu idi. Xalq-sacdan, hər şeydən, bütün varlıqlardan üzr istəyib, köhnə halımı lənətləyəcəkdim. Başqa şey fikirləşə bilmirdim. Cəsarətlənmək üçün yenə kitabdan yapışdım. Üzləşməlisənsə, mətinliklə üzləş. Hətta üzləşməli olduğun şey özün olsan da. Claudius sanki yanımdaydı və məni görürmüş kimi məsləhətlər verirdi. Mövzu ilə əlaqəsi olmasa da, elədiyi zarafatı da yazmaq istəyirəm. Kitabı Claudius öz əli ilə yazmışdı və indiyə qədər tərcümə elədiklərimə baxanda bir dəfəyə yox, müxtəlif vaxtlarda yazdığını bilmək olardı. Mürəkkəb rəngi də fərqli idi. Amma kitab yaxşı qorunmuşdu ki, neçə əsr sonra mənə çatmışdı. Hadisələrlə oxuduqlarımın uyğun gəlməsi diqqətimi cəlb etdi. Maraqlandım ki, görəsən kitabı hansı cümlə ilə bitirib. Son səhifəni açıb, son cümləni tərcümə elədim. Dalazna, zi gıjle, uğo, asız, ın. Əzizim, tələsmə, sırayla oxu. Claudius'un bu qədim zarafatına ürəkdən güldüm. Sonra üzləşməklə bağlı sözləri yadıma düşdü. Mətin addımlarla evə addımladım. Çatanda yol tərəfdə 3 yanaşı məzar gördüm. Təzə idilər. Səliqə ilə qazılmış, səliqə ilə örtülmüşdü. Kənarlarına irili xırdalı daşlar yığılmışdı. Bu 3 nəfəri bura mən gətirmişdim. Məzarların qarşısında diz çöktüm
və xalq sacdan xəcalət çəkib sakitcə ağladım. Bir neçə dəqiqə məzarlara baxdım. Sonra qadının cəsədində dəfn olunub olunmadığına baxmaq istədim. Halsız, ağır addımlarla daxmanın qarşısına keçdim. Qarşımda əzəmətli məzar vardı. Səliqəli və əzəmətli. Digərlərindən biraz böyük idi. Kənarlarına eyni ölçülü ağ daşlar düzülmüşdü. Üstünə isə qara lay daşlar elə düzülmüşdü ki, hörülmüş divar kimi görünürdü. Səth düz idi. Bu qara daşların arasında baş tərəfdə tam düzgün ağ lövhə də vardı. Məzarın yanına çatıb diz çökdüm və bu səfər ürəkdən ağladım. Heç vaxt belə ağlamamışdım. Zahirən demirəm. Zahirən bundan daha şiddətli və çox ağladığım da olmuşdu. Həsəddən, kədərdən, kindən, qəzəbdən ağlamışdım və ağladıqca daha pis hiss etmiş, daha da ağırlaşmışdım. Daha çox zülmətə qərq olmuşdum. Kirli, pasaqlı adamın üstünə çirkab suyu tökülən kimi. Amma bu dəfə fərqli idi. Ağladıqca rahatlaşırdım. Ürəyim boşalırdı. Təmizlənirdim. Çirkli insanı tərtəmiz, saf yağışın pakladığı kimi ağladıqca içimə müsbət ahəng hopurdu və sanki ağladıqca sevincim artırdı. Qəribədir. Ağladıqca sanki dərinlərdə şad olurdum. Bax, bu cür heç vaxt ağlamamışdım. Belə ağlamağa varam. Ağladıqca bir yandan da sanki əzizlənir, oxşanırdım. Ruhuma sanki xoş yağış yağırdı. Hiss edirdim ki, beləcə qaranlığım aydınlığa çevrilir. Birdən Claudius'un da öz davamçısının qarşısında silkələnə-silkələnə ağladığını görəndə mən də hönkürməyə başladım. Çox ağladım. Çox. Kim bilir nə qədər. Bir qədər sonra asta-asta toxtayıb ağ lövhənin üstündəki kurunca yazılara baxdım. Tərcümə eləməyə başladım. Claudius'un kitabına uyğun yazılmışdı. Sanki kitabın tərcüməsi idi. Amma yenə də çətin gəlirdi. Bu lövhədəki sözləri kitabdan tapmaq isə daha çətin idi. Nəhayət bacardım. Nupigıslaq burada yatan ömrünü seçdiyi yola həsr etmiş və idealı uğrunda canını vermiş möhtərəm xas Fağandur katı olan əziz Fedağ qarşısında baş əyirlər. Əvvəlcə başa düşmədim. İlk anladığım qadının adının Fedağ olduğu idi. Onu dəfn edənlər qadına hörmət bəsləyirdilər və tanıyırdılar. Mübarizlər kim idi bilmirdim. Amma başqa bir təşkilatdan söhbət getdiyi aydın idi. Bəlkə də xas Fağandur üzvləri özlərinə həm də mübarizlər deyirdilər. Bir qədər sakitləşəndən sonra dikəldim. Məzar necə belə əzəmətli ola bilər, düşündüm. Günəşin işığı məzarı nura boyamışdı. Sanki orada yatana nəvaziş göstərirdi. Elə səfalı idi ki, ayrılmaq istəmirdim. Bu vaxt gözümə evin yan tərəfindəki kiçik alma ağacı dəydi. Üstündəki 5-6 cır alma elə bil gülümsəyib məni çağırırdı. Dünən Nikolun oğlunun, bugün səhər isə Fedağın qonağı idim. Kim bilir, bu ağaca necə nəvaziş göstərmişdi ki, meyvələri belə xoş görünürdü. Qaranlıq tərəfdə olanda Nikolun oğlunun itlərə yemək verməyini görüb onlara qibtə eləmişdim. Xalqsac isə məni Nikolun oğlunun yerinə qoymuşdu. İndi də qibtə edirdim. Fedağa yox, məzarının kənarındakı daşlara, xırda çiçəklərə və bu ağaca. Ümidlənmişdim ki, Xalqsac yenə məni sevindirəcək və mənə də belə məzar qismət edəcək. Qəbrin kənarı belə xoş ahəngli və səfalıdırsa, kim bilir içi necədir. Almalardan yeyib, ikisini də kitabların yanına qoyub Fedağla sağollaşdım. Arxamı məzara çevirə bilmədim.
Bir neçə addım geri-geri getdim və mənə elə gəldi ki, Kladius da əlini ürəyinin üstünə qoyub, xəfif təzim edərək mənim kimi geri addımlayır. Qəribə şadlıqla Setraya tərəf üz tutdum. Gözümə at ləpirləri dəymişdi və izi tutub mübarizələrə çatmağa ümid edirdim.